Respublikanın bütün bölgələrində olduğu kimi Qazax rayonunda da arpa biçini davam edir. İlkin mərhələdə dəmiyə ərazilərdə olan əkin sahələrində arpa biçini aparılır. Qeyd edək ki, son günlərdə havaların qeyri-sabit keçməsi ölkəmizin bir çox bölgəsində olduğu kimi Qazax rayonunda da biçim prosesini gecikdirir. Aran rayonlardan əlavə kombaynların dislokasiya edilməsində də müəyyən problemlər yaranır. Buna səbəb isə hələ də Aran bölgəsində taxıl biçinin davam etməsidir. Buna baxmayaraq rayon üzrə taxıl sahələrin biçim prosesi növbəllik şəklində sürətlə davam edir. İlkin olaraq şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin sahələrində biçim prosesi aparılır. Buna baxmayaraq biçinin sürətlə getməsi üçün Agroservis Açıq Səhmdar Cəmiyyətinin Şəmkir regional nümayəndəliyinin Qazax bölməsinin 10 kombayn ilə birlikdə rayon sahələrində 8 ədəd dislokasiya edilmiş və həmçinin 22 ədəd özəl kombaynlar vasitəsilə biçin davam edir. Rayonda artıq bərpa biçini başa çatmaq üzrədir. Bu barədə Agroservis Açıq Səhmdar Cəmiyyətinin Şəmkir regional nümayəndəliyinin Qazax bölməsinin rəhbəri Murad Nəsibov məlumat verib. Taxıl biçini mövsümünün vaxtında itkisiz, səmərəli keçirilməsi məqsədi ilə məqsədə uyğun işlər görülmüşdür. Kamran Əskiparalı, Yusif Əliyev bugün informasiya proqramı üçün.